Bir daha salam, sabahınız xeyir olsun, hörmətli izləyicilərimiz. Artıq bilirsiniz ki, ənənəvi olaraq verilişimizin bu saatında studiyamızla qonaqla davam edirik və istəyirəm qonağımızı sizə təqdim edim. Bugün studiyamızın qonağı Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Zərifə Quliyeva bizimlədir. Xoş gəlmişsiniz Zərifə xanım, sabahınız xeyirli olsun. Çox sağ olun, sizin də sabahınız xeyir, bayramınız mübarək olsun. Təşəkkür edirik. Zərifə xanım, bugün studiyamızda sualı xanımlarla bağlı qoymuşduq ki, qadın olmasa 3 nöqtə, yəni fikri tamamlasın izləyicilərimiz və qadınlarla bağlı çox xoş fikirlər yazıldı. Bugün ümumiyyətlə Azərbaycanda da yəni qadınlarımızın, uğurlu qadınlarımızın sayı kifayət qədər çoxdur və tarixən ümumiyyətlə bizdə qadınlara qoyulan hörmət, qadınların hüquqlarının tanınması və s. bu istiqamətlərdə hər zaman dünyada öncül olan dövlətlərdən biri olmuşuq və bugün də bu siyasət uğurla davam etdirilir. Dövlət başçısından Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da bu sahədə qayğısını biz görürük. Bütün bunların fonunda nə deyə bilərik? Bugün Azərbaycan qadını hansı yerdədir, hansı məqamdadır? İlk onu söyleyeyim ki, hələ bu siyasət bizim ulu öndərimizin, Heydər Əliyevin siyasətidir. Qadınları hər zaman yaşıl işıq yandırmaq, qadınlar hər zaman öndə olsun. Və burada siz sual verdiniz, əlbəttə qadın olmasa cəmiyyət olmaz. Qadın olmasa həyat olmaz. Qadın siz deyən kimi həm anadır, həm valideyndir, həm evladdır, həm də əsas odur ki, cəmiyyətə, ömrümüzə, torpağımıza əskər verəndir. Baxın, nə qədər bizim şəhid analarımız var. Oğullar olmasaydı, bizim möhtərəm prezidentimizin dəmir yumruğu siyasəti olmasaydı, biz bu azadlığı, bu bütöv Azərbaycanı qazana bilərdikmi? Yox, əlbəttə. Bugünkü gün qadınlar, əlbəttə siz söyləyən kimi çox uğurlu qadınlarımız var, siyasətdə var. Bildiyiniz kimi bizdə məsələn çox dövlət idarələri var, hüquqşünaslar var ki, qadınlarımız, irəlidə gedən qadınlarımız var. Amma eyni zamanda biraz qadınların içərisində biraz ləng gedənlər, biraz cəmiyyətdə qadınların irəli getməsinə, qadınların roluna biraz maneələr yaradan qadınlarımız da var, belələr də var. Yəni onda belə bir fikir var edir, qadının düşməni qadındır. Bəzi hallarda bu fikir sanki təsdiqini tapır. Bəli, bu təsdiqini tapırsınız, düz söylüyorsunuz. Çünki qadınlarda biri-birinə mehribancasına qısqanclıq çox vaxtı olmur. Onlarda sanki bir qısqanclıq olur ki, məsələn, bu qadına nə eləyim ki, mən ondan irəli keçim. Amma bir də var ki, çox gözəl, yaxşı qısqanclıq var, müsbət qısqanclıq var ki, bax bu xanım bunu elədi, mən də ona oxşar olum, mən də onun kimi irəli gedim. Belə bir şeylər var. Bilirsiniz, qadın siyasəti bizim ölkəmizdə dövlətin prioritet istiqamətlərindən biridir, vacibidir. Çünki bildiyiniz kimi bizim möhtərəm prezidentimiz İlham Əliyev cənabları, eyni zamanda bizim birinci vitse-prezidentimiz Mehriban xanım qadınlara hər zaman böyük imkanlar verirlər. Və bu imkanları həyatda, ictimaiyyətdə yerinə yetirmək üçün cəmiyyətlər var, assosiasiyalar var və bu imkanları həyata keçirmək üçün bu assosiasiyalara çox ehtiyaclar var. Onların gözəl işləməsi üçün, onların nəinki maneə yaratmasınlar. Bizdə məsələn sahibkar qadınlar cəmiyyətimizdə, bizim ölkəmizdə sahibkar qadınlara çox böyük yer verilir dövlət tərəfindən. Bu böyük bir imkanlar yaradılır. Amma nə yazık ki, ortada oturan assosiasiyalar, cəmiyyətlər, ictimai birliklər bu bizim sahibkar qadınlarımızın özünü göstərməyə, o öz
bacarıqlarını üzə göstərməyə, cəmiyyətə təklif eləməyə, bunu biraz maneələr yaradırlar. Zərifə xanım, çox üzr istəyirəm. Bax, elə qeyd etdiniz bəzi təşkilatlar və s. sizin də vurğuladığınız kimi bizim çox uğurlu qadın biznesmenlərimiz var, ümumiyyətlə qadın sahibkarlarımız var və bugün də ümumiyyətlə dövlət bütün sahibkarlara, xüsusən də qadın sahibkarlara hər zaman dəstəkləyir. Bu sahədə böyük addımlar atılır. Və bu sahədə müxtəlif QHT-lər, təşkilatlar da fəaliyyət göstərir, ictimai birliklər də fəaliyyət göstərir ki, onlar həmən o sahibkar xanımlarla işləməkdir, onların işinin adı, əslində öhdəlikləri. Bugün bax, o öhdəliklər sizcə tam yerinə yetirilirmi? Ümumiyyətlə, əgər yerinə yetirilmirsə, orada o boşluqlar nədən yaranır? Baxın, gözəl nöqtəyə vurdunuz. Bizim ölkəmizdə bir 7 il bundan qabaq öncə belə bir assosiasiya yarandı. Azərbaycan sahibkar qadınlarını inkişafına assosiasiya. Belə bir assosiasiya qadınları topladı, sahibkar qadınları. İlk öncə bunlar sərgilər yaratdılar, filmlər göstərdilər, təlimlər etdilər. Bu daha yaxşıdır, müsbətdir. Biz buna, mən özüm də o cəmiyyətdə, o assosiasiyada idarə heyətinin üzvü idim. Və o idarə heyətinin də bir sədri vardı, Səkinə var, yəni vardı, yox var, Səkinə xanım Babayeva. Və bu ilk 1-2 ildə çox gözəl işlər apardı. Amma sonra sanki bu iş yatdı, dondu. İndi bizim sahibkar xanımlarımız, çox istedadlı xanımlarımız var. Şəhərdə də, regionlarda, kəndlərdə, bilirsiniz, elə bizim cəld qəhrəman qadınlarımız var ki, sahibkar. Onlar kənd təsərrüfatı ilə məşğul olurlar, quşçuluqla, heyvandarlıqla, toxuculuqla, çox gözəl əl işləri var. Sanki gedib görsəniz regionlarda elə rəsm əsərləri çəkirlər ki, sanki çox belə tanınmış bir rəssam çəkibdir. Belə bir gözəl işlər var. Amma nə yazıq ki, indi bu assosiasiya işini biraz ləng dondurub. Sadəcə bu sahibkar qadınlar pərəkəndə işlər aparırlar. Yəni özləri şəxsən bu işləri eləyirlər, amma onlar onu tanıtım eləyə bilmirlər. Əgər sahibkar qadın, sahibkar xanım bir işini eləyirsə, bu işdən həm özü mənfəət götürməlidir, həm də dövlətin iqtisadiyyatına mənfəət verməlidir. Bunun üçün nə etmək lazımdır? Yarmarkalar təşkil etmək lazımdır, sərgilər, hansısa bir çox əl işi gözəl olan bir xanımdan 10 dəqiqəlik film çəkdirmək olar. Həmin o Səkinə xanımın özünün də qeyri-hökumət təşkilatı var və bizdə qeyri-hökumət təşkilatının agentliyi var. O agentlik çox yardım edir, çox qrantlar verir sahibkarlara. Mən onların işindən, artıq bu cəmiyyətdə olan bir adam kimi, mən onların işindən çox razıyam. Amma bunun üçün əgər dövlət belə bir assosiasiya yaranıbsa, bu assosiasiya nə üçündür? Bizim bu sahibkar xanımlarımızı üzə çıxartmaq, göstərmək, təşkilatlandırmaq, təlimlər aparmaq, filmlər çəkdirmək və ora o sərgilərə böyük iş adamları var bizim ölkəmizdə. Onları dəvət edib, bunlar tanış etmək və burada sahibkar xanımın hansısa bir əl işi alınarsa o alış-verişdə, o həm özü evə əli dolu gedər və özü də iqtisadiyyatımıza bir mənfəət verə bilər. Yəni bu iş indi çox geridə qalır. Zərifə xanım, konkret olaraq onları nə narahat edir? Ümumiyyətlə, qadın sahibkarların inkişafı üçün bir yol xəritəsi çəksək, konkret hardan başlamaq lazımdır? Bilirsiniz, bu qadın sahibkarlarının inkişafı, irəli getməsi üçün dövlət hər bir şey edib. Dövlət bunun üçün bütün istiqamətləri verib. Bütün, nətər deyim, yaşıl işıq yandırıb. Amma o ortada olan assosiasiya bu işi ərsəyə çıxartmalıdır. Nədənsə bunun inkişafı, qadınların da inkişafını geridə qoyur. Özü də bir assosiasiya kimi, özünün inkişafı yoxdur. Yəni, bunların fəaliyyəti tam elə bir ki, geridə qalır. Bir də görürsən ki, bunlar pul yığdılar səhər yeməyinə, axşam yeməyinə, öğlən yeməyinə. Nə qədər olur bu lazımsız işlərlə məşğul olmaq, şəkil çəkdirib kütləvi informasiya vasitələrinə qoymaq. Yəni, bu şeylərdənsə bizim o istedadlı xanımlar,
xanımlarımızı ərsəyə gətirmək lazımdır. Onları göstərmək lazımdır. Və bu zamanda, bağışlayın vaxtınızı alıram. Buyurun. Belə bir zamanda da o beyaz söylədiyimiz kimi müsbət aura, müsbət qısqanclıq yaranır xanımlarımızın. Yəni bu sağlam rəqabət. Bəli, sağlam rəqabət. Bu xanımımız bunu etdisə, mən də ondan oxşar, ondan qabaq bir şeylər eləyim, yaradım. Amma mən onu deyim ki, bizim sahibkar xanımlarımızın içərisində çox istedadlı xanımlar var. Mən özüm də regionlarda oluram, öz işimlə əlaqədar. Mən biraz söylədim, mən bu assosiasiyada idarə heyətinin üzvüydüm. Mən görəndə ki, bu idarə, bu assosiasiya tam lazımsız işlərlə məşğuldur. Mən oradan çıxdım. Bax, Zərifə xanım, zamanımız da artıq azalır. İstəyirəm son olaraq bu fikri sizdən qısaca alım ki, ümumiyyətlə, ürək açan nəticələrə nail olmaq üçün qadınların üzərinə hansı məsuliyyət düşür? Nə etməlidir xanımlarımız, həmin o sahibkarlarımız? Bax, bizim o xanımlarımız, bayaq söylədiyiniz kimi, çox məsuliyyətlidirlər. Yəni, onların həyatda, cəmiyyətdə üzərinə çox böyük yük düşür. Bayaq söylədiyimiz kimi, qadın bu həyatımızda ən məsuliyyətli, ən böyük yük daşıyan məxluqdur. Onların hər birisinin istedadı var. Daxilən onlar istedadlıdırlar. Amma onları aşkarlamaq lazımdır. Onları cəmiyyətə göstərmək lazımdır. Bunun üçün nə etmək lazımdır? Bunun üçün konferanslar çağırmaq, onları bir-birindən tanıtım eləmək, təlimlər keçmək, rayonda, regionlara gedib onları tapmaq, şəhərə gətirmək. Və yaxud assosiasiya özü xarici ölkələrə gedir, bir 3-4 nəfər öz sevdiyi adamlarla. Amma bu regionlardan götürüb aparsaq, biz istedadlı xanımlarımızı, bəli, mühiti dəyişsin, o xarici ölkəni görsün, onun biraz da dünya görüşü artsın və biraz da gəlib ölkəmizdə böyük işlər görsün. Yəni, bu işləri aparmaq lazımdır. Biraz cəld olmaq lazımdır. Cəmiyyətimiz gözəldir. Qalib ölkəyi, qalib liderimiz var. Belə bizim başımızın üstündə örnək var. Bizim çox şaxəli istedadı olan bizim rəhbərimiz, birinci vitse-prezidentimiz Mehriban xanım var ki, o bizim üçün örnəkdir bizim ölkəmizin xanımları üçün. Yəni, bu işi biraz səhmana salıb irəli aparmaq lazımdır. İstedadlı xanımlarımız var, amma onları tanıtım eləyən, onlara düz yolu göstərən assosiasiya ləng işləyir. Biraz, belə deyək də, onlarla işlədiyimiz zaman o plan, proqram artıq doğru qurulmalıdır. Bəli. Və problemin həlli, yəni iş görmək adı kimi yox, problemin həlli istiqamətinə. Tamamilə düz deyirsiniz. Neysə, göstərmək adına yox. Görünüş üçün, göstərmək üçün yox, həqiqətən iş görmək lazımdır. Bunun üçün də, valla, həqiqətən bizim xanımlarımız çox cəhddir, çox işgüzardır, çox istedadlıdırlar. Amma onlara bir aparıcı yol göstərən qüvvə lazımdır. Müəyyən mənada bir öndəlik. Bugünkü gün, məsələn, gənclərə çox yol verilir. Bilirsiniz, bizim dövlətimiz tərəfdən. Məsələn, əgər o assosiasiyanın sədri yorulubsa, işləyə bilmirsə, yol versin, gənclər gəlsin, işləsin. Bizim çox gözəl, operativ, çox cəld gənclərimiz var. Yeni ideyalarla. Bilirsiniz, gənclərdə nə qədər böyük ideyalar var. Və bu işi daha yüksəklərə qaldıra bilən gənclərimiz var. Çox sağ olun Zərifə xanım. Təşəkkür edirik dəyərli fikirləriniz üçün, minnətdarıq. Bir daha hörmətli izləyicilərimiz qeyd edim ki, bugün studiyamızın qonağı Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Zərifə Quliyeva bizimlə idi.